Salam. TV11'də illərlə bağlı qalan, üstü qəribə bir hadisə sonrası açılan daha bir işdən danışırıq. Təbii ki, söhbət cinayət işindən gedir. Sabiq prokuror Ramiz Cəfərov Mingəçevirə prokuror təyin olunanda bir gün energetika işçilərinə hüquq üzrə mühazirə deyilmiş. Mühazirə zamanı dinləyicilər də prokurora onları düşündürən sualları verirmiş. Bu zaman bir gənc oğlan qalxaraq prokurora sual verir ki, cənab prokuror, adam öldürən şəxs həbs olunmazsa, azadlıqda qalarsa, yəni tapılmazsa, neçə ildən sonra məsuliyyətdən azad olur? Təbii, sual cavablandırılır. Siz bu sualı verən gənc oğlanın üzünü görməsəniz də, çalışın sualı yadınızda saxlayın. Birazdan bizə lazım olacaq. Bu hadisənin üstündən bir müddət keçəndən sonra prokurorluğa bir zəng gəlir. Zəng eləyən şəxs deyir ki, məndə bir məlumat var, bunu siz bilməlisiniz. Mən bu məlumatı əvvəllər də dəfələrlə aidiyyəti orqanlara bildirmişəm, sadəcə ciddiyə almayıblar. Bizim qonşuluğumuzdakı bir qız 10 ildir yoxdur. Həmin qızın anası isə bir dəfə oğlu ilə dalaşanda dedi ki, qızımı sən öldürüb bastırmısan. Mən düşünürəm ki, həmin qızı qardaşı öldürüb bastırıb. Prokuror həmin şəxsi prokurorluğa çağırır, dərindən danışdırır və ondan bir neçə xahiş edir. Həmin şəxs ailəyə yaxınlaşıb, bəzi detalları da dəqiqləşdirib prokurora məlumat verir. Ramiz Cəfərov polisə soru göndərir, bəlli olur ki, 1985-ci ildən bu yana həmin şəxslə bağlı, yəni 1995-ci ilə qədər həmin qızın itkin düşməsi ilə bağlı aidiyyəti orqanlara məlumat verilməyib. Bu reallıqdan sonra artıq prokuror üçün bəzi məsələlər aydın olur. Lakin əldə sübut və etiraf olmadığından hələ əsas problem qarşıdaydı. Polis ailəni dindirir, təbii ki, ana da, oğul da qızlarının 1985-ci ildən yoxa çıxdığını deyir. Onlar qeyd edir ki, qızları oxumaq adı ilə evdən çıxıb və Rusiyaya gedib. Hazırda Rusiyanın harasında, hansı ünvanında yaşadıqlarından, qızın harada yaşadığından onların xəbəri yoxdur. Bu ifadələrdən sonra qardaşı 48 saatlıq müddətə saxlayırlar. Lakin onu dindirənlər də başqa heç bir məlumat ala bilmir. Sonda prokuror Ramiz Cəfərov həmin oğlanı otağına çağırtdırır. Polisə qandalını açdırır və otaqda rahat otuzdurur. Otaqda ikisi qalırlar. Əvvəlcə gənc oğlan and içmək istəyir ki, çalışır ki, prokuror desin, bu məsələdən doğrudan da xəbəri yoxdur. Bu yerdə prokuror deyir ki, atan da yoxdur, evin sahibi sənsən, o da sənin bacındır. Deyirsən 10 ildir yoxdur. Nə bir orqana müraciət eləmirsən, nə də bir xəbər vermirsən. Bu nəyin göstəricisidir? Bəs səni narahat eləmir ki, bacın 10 ildir Rusiyada nə işlə məşğuldur? Axı sən bu ailənin başçısısan, sən bu evin yeganə kişisən. Bu zaman prokuror həmin oğlanın üzünə dərindən fikir verir. Deyir, mən səni hardan tanıyıram? Həmin oğlan deyir ki, siz enerji satışı idarəsində hüquqi mövzuda məruzə eləmişsiniz. Mən orada olmuşam. Bu zaman prokuror deyir ki, hə, mənə həmin sualı verən oğlan siz idinizmi? Hansı ki, sən məndən soruşmuşdun ki, adam öldürən şəxs tapılmazsa, neçə ildən sonra o cinayət məsuliyyətindən azad olunur. Oğlan deyir ki, bəli, həmin oğlan mən idim. Prokuror da qayıdır ki, oğlum, hər şey aydındır. Sən indi də görüm, bacını harda bastırmısan? Bu qəfil sualdan sonra gənc oğlan hönkür-hönkür ağlamağa başlayır. Etiraflar da məhz bu illərin məşəqqətindən sonraki hönkürtünün ardınca başlayır. Deyir, mənim bacım əxlaqsızlıq eləyirdi. Onu burada sıxdığımızdan Rusiyaya oxumaq adı ilə qaçmaq istəyirdi. Anamla nə qədər çalışsaq da saxlaya bilmirdik. Sonra dostuma dedim ki, mən bacımı öldürmək istəyirəm. Mənə onu bastırmaqda kömək eləyə bilərsənmi? Onunla razılaşdıq. Bacımla Rusiya barədə mübahisə edəndə gördüm yenə də yolundan çəkilmir. Onunla tutaşdıq. Boğdum, gördüm artıq tərpənmir. Bu zaman adyala büküb çarpayının altına itələdim. Sonra həmin dostumun yanına getdim. Onun Jigulisi ilə bacımı Mingəçevir su anbarının sahilinə gətirdik. Orada quyu qazaraq bastırdıq. İş bununla bitmir. Daha dəhşətlisini indi eşidəcəksiniz. Onun evindən
ifadə almağa gedən polis üzvləri dəfələrlə getsələr də digər bacısı ilə rastlaşmırlar və həmin bacıdan ifadə almaq üçün polis yenə də dəfələrlə həmin qapını döyür. Amma bacı gözə dəymir və bacını gördüm deyən olmur. Prokuror deyir ki, oğlum, bəs sənin digər bacın hardadır? Oğlan cavab vermir. Bu zaman prokuror deyir ki, rahat ol, danış, özünü ifadə elə. Mən əminəm ki, sən həmin bacının da yerini yaxşı bilirsən. Gənc bu sözlərdən sonra prokurora deyir ki, mən hər şeyi danışsam, etiraf eləsəm, siz söz verirsinizmi ki, mənə güllələnmə verməyəcəksiniz? Prokuror da deyir ki, güllələnmə vermək mənim səlahiyyətimdə deyil. Amma sənə söz verirəm ki, sən hər şeyi dəqiqliklə danışsan, danışa bilsən, sənin işinin içindəki yüngülləşdirici detalları da nəzərə alacağıq. Bundan sonra bacı qatili yenidən dəhşət püskürməyə başlayır. O deyir ki, digər bacısı da əxlaqsız yola düşübmüş. Dəfələrlə onunla mübahisə eləsələr də bacısı bildiyini edirmiş. Birinci bacısını öldürdükdən düz 4 il sonra digər bacısı evdə yarıçılpaq halda paltar ütlüyürmüş. Qatil qardaş evə daxil olur və bacıya deyir ki, bu nə vəziyyətdir? Bacı da qayıdır ki, evdəyəm, əcəb eləyirəm. Mübahisə edirlər, bacısı qardaşına ağır bir əxlaqsız ifadə işlədir. Bəlkə də ilk cinayətin üstü açılmadığından ayağı yer tutan qardaş bacısını möhkəm döyür və dava zamanı həmin əxlaqsız ifadədən sonra ütünü bacısının başına vurur. İkinci bacısını da beləcə ütü ilə vurub öldürür. Bu bacının meyidini isə ağır bir şivellərə məftillə sarıyaraq həyətlərinin düz aşağısından keçən Kür çayına atır. Onun dedikləri yerində yoxlanılır, ilk bacısının sümükləri Mingəçevir su anbarının sahilindən qazılıb çıxarılır. Digər bacısının meyidini çaya atdığı yerdən də dalğıc şiveller və şivellərə məftillə sarılmış sümüklər tapır. Ekspertiza sümüklərin bacılara aid olduğunu təsdiq edir. Cinayət bütün detallarına qədər sübut olunur. İstintaq prosesi boyunca ağlayıb prokurordan imdad diləyən gəncin isə işində doğrudan da yüngülləşdirici məqamlar var idi. O, ikinci bacısını ağır ruhi həyəcan vəziyyətində öldürdüyündən onun işi 1995-ci ilin qanunvericiliyinə uyğun olaraq 97-ci maddə ilə tövsif edilir. İki bacı qatili 10 il sonra məhkəmə qarşısına çıxarılır. Onun işi 2 və daha şəxsin öldürülməsi kimi qiymətləndirilmir. Çünki ikinci bacının ölümü zamanı əxlaqsız ifadələrlə təhqir məqamı da nəzərə alınır və bu qətil güclü ruhi həyəcan vəziyyətində adam öldürmə hesab olunur. İki bacı qatili olan gəncin və birinci bacını bastırmaqda ona kömək edən dostunun işinə Yevlax məhkəməsində hakim Asif Allahverdiyevin sədrliyi ilə baxılır. 4 il fasilə ilə iki bacısını öldürən qardaş 15 il azadlıqdan məhrum olunur. Ona kömək edən dostu isə onun cəzasının tən yarısını 7 il yarım azadlıqdan məhrum etmə cəzası alır. 15 il azadlıqdan məhrum edilən şəxs həbsxanadan prokuror Ramiz Cəfərova məktub yazaraq onu ölümdən xilas etdiyi üçün təşəkkür edir.